Aslanlar özlərini meşələrin sahibi zənn edirlər. Bir zamanlar bir aslan var idi. O özünü meşənin sahibi zənn edirdi. Hər gün bir ceyran ovlayıb yeyirdi. Bir gün bir bala ceyranı ovlayır. Ceyrana o qədər çox heyran qalır ki, onu yeyə bilmir. Düşünür ki, ceyranı yanında saxlasın. Ceyran da bu vəziyyətdən çox sevinir. Düşünür ki, aslan güclüdür, onu qoruyacaq. Bir müddət sonra aslan ceyranı tək qoymağa və incitməyə başlayır. Ceyran bu vəziyyətdən çox qorxur. Düşünür ki, tək qalsa başqa aslanlar gəlib onu yeyə bilər. Aslan isə ceyrana çox arxayın idi. Düşünürdü, ceyran hara gedirsə getsin, ona mütləq qayıdacaq. Bir səhər ceyran səssiz, sakit meşəni tərk edir. Aslan gəlir, görür ki, ceyran yoxdur. Aslan nə qədər qışqırsa, ceyranı axtarsa da tapa bilmir. Çünki artıq hər şey çox gec idi. Bu hekayədə sizə demək istədiyim odur ki, bəzi insanlar birinə o qədər çox arxayın olur ki, hara gedirsə getsin, ona mütləq qayıdacaq. Amma bəzən insan özünü o qədər güclü hiss edir ki, qarşısındakı insanı itirməkdən belə qorxmur. Unutma, bir qadın sakit, səssizdirsə, bu səndən qorxduğu üçün deyil. Tam tərsi, bu sənin sonunu gətirəcək. Bu hekayədə kim özünü görürsə, deməli bir səbəb var. Unutma, heç kim sonsuz dözmür. Gününüz uğurlu olsun. Hekayə bitdi, dərs başladı.